Ama eləmə. Gözünü oxalayıb gəlir üstümə. Salam, salam. Ayıq, ayıq. Sabahın xeyir, ay Sabahın xeyir. sakın. Gözəl insan. Ağrıyıram. Niyə, nə olur? Naran ağrıyır, Fazi. Boğazım ağrıyır, kürəyim ağrıyır. Qəşəng bir dənə dərman var, belə aptekdən alsan, qəşəng iç boğazın ağrısı razı kəsici. Gözümü Nasıl? deyəmirəm də, indi dərman ad desəm şey olacaq. Nəsə də bilmirsən, o boyda şey edirsən. Ağrıram, elə bir ömrü boyu mesaj sıra işləmişəm, mən nə bilim. Bir ay yatdın evdə Nə xəstə tərsiz? nə içmədin. Sağ ol Tamam baba, elə. sən nə Akşamınız tərsən? xeyir olsun. Axşamın xeyir ay baba, sən nə tərsən? Axşamınız Baba. xeyir. Sən canını paylaşın. Pamuk Deyir ayaqlarını sen itin. Bak bir nefer apar uşağa bak. İtine bak. Yalan demə. Deyir. Sən can kim atsın tut sən canı. Mükafat verirsən bana. Hoş geldin İlber. İtimi oğurlayıblar. Tabanıma sıkırdı kalktı. Vay Elinde değil, telefon var, değil. eve gelip de baktı. Sən canı mən benim yoxsun. Uzaqlatayım onu. Bir tarafa gelir. Bir faydasız tarafa gelir. Ay kızlar canlımı görürsünüz ne güzel. Ne olur bir tane paylaşın da bunu Andre kılıversin. Bir kekisini koymuş. İtiydi. Gitti siz tarafa. Yaxşı Tima səndə. Tut biz tərəfə gəlir, çıx qabağına. Anıram onun itini. Ay sən Ahmet iki bu. bağlı deyil, nə sey danışırsan. Ləman itimi oğurlayıblar. Hansı itibi? Burada bir gede itine Hansı? girdim. Kotini. Gördüm Koti sonra hansıydı? bak. Ya sen elə özün kotisən də, sən Kes özün. səsini. Deyən. Koti hansıdır mən Ahmet oynatdım. Çıx demə tərəfə gəl, sən də çıxma. Koti mən oynatdım. Kes çıx tualetdən. Mənim oynatdığım pony idi axı. Kotiş hansıdır? Nə bileyim bunlarda. Bir dənə idi, birini vermişdik, konuşdu Atı baxdı. da. Kes çıx mən. Tez ol get. Ay baboş, mənim oynatdığım it. Yox, o evdədir. O bir Bəs o harda qalırdı? Hə, tez çıx. Yol Neren olsun. kanalı kesti bu yüzden. Toplasın kanalın içine. Padruqamdan xoş. Ay Ləman, Məhdunun cansındaydıq, Gülsüm qoşuldu. Elə belə saçınız adım verildi. Dedi, hansımıza gələrsən. Söz də dana danış, bir dəqiqə evləndik. Hə. Məhdun dedi, mən alacağam, mən dedim, mən alacağam. Elə ikiniz də alması haldasınız. Adı danışılır bana. Elə evlənəsə haldasınız. Elə Gülsüm alsa elə sən alarsan. Başqa heç kəs alamıyor onu. Dedi, Sako ilə gəlmək istəyirəm Bərdiyə. Sizlə deyil, mən də gəlmək istəyirəm. Yo, onda mən getmirəm, gedərsiniz. Allah yolunuzu açıq eləsin. Hə, yaxşı, yaxşı. Yəni elə dedim, mən də Yo, mən getmirəm. Özünüz Yo gedin. gəlməyək, Gülsüm gəlmir. gəlmir. Yəni deyirdi istəyirəm də, de gör elə elə. Yo, mən elə insanlardan yol çıxmıram. Başdan demişəm sözümü biləsiz. Belə bəyənməməyimə görə yox, xoşlamıram bu qədər. Elə də Tima, mən sənə üçün Sako danışım. ilə gəlməksə gəlsin, mən başqa maşından gedərəm yolu. Problem deyil. Mən onu Ay, təkrar Sako ben şeydi. Sen bayanla gelmirdin başa düşmedim. Hə. Hafsiyuda. Yo, mən eyni, yəni o Sako aparmaq istəyirsə problem deyil. Maşından gedər. Baboş nə mənim evim deyir ki, Baboş mən onun ağası deyiləm. Amma belə mən bir yol getməyəcəm. Mən Gülsümlə gəlmirəm də dedim. Yo, birdən olsa da gəlmək istəsən, mənə problem deyil. Gəlmək istəsə yox, əgər təklif olsaydı mən əvvəlcədən deyərdim ki, Gülsüm gəl. Mən hər şeyi bilirəm. Kimdə nədir, kimdə nədir. Nə bilmirəm. Mən sən qədər düşünmürəm sən. Bilirəm ki, yolda mübahisə, nəsə şey ola bilər. Ona görə özümüz qeyri. Belə də babaşın özü istəyirsə, Yox, yolda nə? Mənim yolda kiməsin mübahisə elədiyimi görmüsən. mübahisə yoxdur. Ümumiyyətlə də rahat gedəsiniz. Yo, Biri var. mən Sizdə bir-birinizdə tutmur da. Ona görə hara çağırmır? Biz gəlməz. Məndə bir-birimizlə tutmur deyəndə o gün oynadı, mən PKM elədim. Ay Sako, mənim ondan bir problemim yoxdur vallah. Belə gəlmək istəyirsə də gəlsin. Mən eyni yol çıxmaram. Səbəb odur ki, nənəsi demişkən, məndə biraz başımda çatmır, nəvəsinə keçər başımın xəstəliyi. Başa düşürsən? Ona görə yol çıxmaq istəmirəm. Cavan qızdır, mən boşanmış qadınam. Alınmır da, bilirsən? Boşanmış qadından cavan qızın yol çıxmağı düzgün İrem deyil. hoş gelmişsin. Özünüz nə dərsiniz, nə inirsiniz, nə var, nə yox? Cəzalar.
Qaqa, bu boğaz ağrısı üçün nə dərman təşrif buyura bilərsən? Baboş. Boğazın ağrıyır. Əlsən o, qızdırmam. Yox, su Boğazın içirsən. gəlibsə ancaq boğazı belə. Onda şey, oyunu maraqsız aparasan, Sako. Dərman içəcəm, mamama deyim gəlsin. Xəstə. Boğaz ağrısı üçün pıskırtmadır. Belə ağzına açasan, bura çeyizim, o biraz Hə, kəsir. güclü dərmanlar var. Hə. Mamam gəlsin, Sonra- sən gəlsən gəlsin. Xaladenikdən su içir da mən kimi. İtin yeri cəzasını vermirəm. Niyə səbəbi də budur ki, o günlərim itin yeri cəzasını verdim və uduzdum. Ona görə vermirəm. Baboşun cəzasını Sako verəcək. Yəni baboşla bağlı nə cəza fikir. Edən günayım, minnoşum, kışım. Mən də indi görüm. Nahar. Leymana da mən verəcəm. Mən deyərəm cəzamı. Əslində Sakoya fikirləşmişəm, Tima sən fikirləşmişəm. Yavaşı Allah soyuğa aid vermə, su zat tökmək istədim. Hə, problem deyil, soyuğa aid vermərəm. Hə, bir dənə vermə, bu gün səhər mamamı çağırım. Sən Allah siqaret çəkmə. Tapdım Məftun iti. Baboş, itin nə vaxt itib? 25 gündür deyirlər. Bayaq yemək yeyəndə vızıva dördü. İçində nə oldu? 4-də də yadıma düşdü. Yo, indi deyim çıxdım çölə. Burada bütün dərdimizi, sərimizi unudaq da olar. Oyuna odaqlanaq. Yemək yeyəndə məftun canlısı it saymırdı, onu gör deyirəm. Ha, nə deyil? Olar. Yaxşı, Oyuna odaqlanaq. tamam. Niyə çalışacağam maraqlı aparam. Allah Hə. subayların da canını sağ eləsin, boşananların da canını sağ eləsin. Hamı insandır da, uşaqlar. Bəli, Allah bütün qadınlarımızı xoşbəxt eləsin. Amin. Yeter. Mən sözümü dedim Avute. Nədə yazmışsan sən deyə bilməzsin onu. Səncə kim var Tima burada? Demon.